2024-cü ildə diabet dünya üzrə 3 milyondan çox insanın ölümünə səbəb olub. Bu isə hər 9 saniyədə bir ölüm deməkdir. Bəs ölkə üzrə şəkərli diabet xəstəliyi ilə bağlı vəziyyət necədir? Ölkəmizdə son 5 ilin statistikasına baxsaq, ilk diaqnoz qoyulmuş xəstəliklər 2020-2024-cü illər müqayisəsini aparsaq, 1,5 dəfə artım var və qeydiyyatda olan xəstələrin sayına baxsaq, 2020-ci ildə 287 min xəstə idi, 2024-cü ilin statistikasına baxsaq, artıq 423 min xəstəni keçmiş. Yəni, ümumilikdə son 10 ilin statistikasına nəzər yetirsək, şəkərli diabet xəstələrində 2 dəfə artım qeyd olunur. Dünya statistikasına nəzər saldıqda isə 2050-ci ilə qədər olan proqnozlara görə hər 8 yetkindən biri təxminən 853 milyon insan diabetlə yaşayacaq. Bu, hazırki göstəricilərlə müqayisədə 46% artım deməkdir. Bəs belə olduğu halda özümüzü bu xəstəlikdən necə qoruyaq? Burada əsas məqam fiziki aktivlikdir, düzgün qidalanmadır, sağlam qidalanmadır, qidalanmanın kaloriyalarını, çörək vahidlərini düzgün saymaqdır. Bunların hamısına riayət olunduqda insan fəsadlardan özünü qorumuş olur. Texnologiyaların inkişafı, oturaq həyat tərzi, fast foodlarla qidalanmalar, bunlar hamısı şəkərli diabetin yaranmasına gətirən risk faktorudur. Şəkərli diabet tip 1, tip 2 olmaqla 2 qrupa ayrılır. Tip 1-in də inkişafında, yəni genetik faktor olsa da onu üzə çıxardan hər hansı bir yenə də bir təkan verici bir amil olmalıdır. Bu təkan verici amil sinir mənşəli də ola bilər, yəni yaşadığımız bugünkü gündə 21-ci əsrin stresləri, istər məişət, istər həyatda, işdə və eyni zamanda da risk amilləri. Təəssüf ki, qeyri-infeksiyon xəstəliklərin arasında şəkərli diabet ən çox yayılan, lakin idarə oluna bilən xəstəlikdir. Respublikamızda şəkər xəstələri dövlət qayğısını daim öz üzərlərində hiss edirlər. Özünüz də şahid oldunuz ki, artıq xəstələrə sensorlar verirlər. Yəni, bu çox böyük nailiyyətdir. Ölkəmizin hansı bölgəsi olur olsun, o bölgədə heç bir şəkərli xəstəliyi olan insanımız, vətəndaşımız bu qayğıdan, bu təminatdan necə də məhrum deyil. Deyilənlərdən belə nəticə çıxır ki, məsuliyyət yenə də insanın öz üzərinə düşür. Aktiv həyat tərzi sürüb, sağlam qidalanaraq gələcəyimizi bəlalardan xilas edək.